Xeyr, düzgün bir təklif deyil. Dünyanın heç bir yerində elə bir qayda, qanun yoxdur. Bəs belə götürəndə ailəli olanlar necə olmalıdır? Yoldaşı bir vaqona, özü bir vaqonda getməlidir. Belə götürəndə sözün açığı heç o məqsədə uyğun bir fikir deyil. Onda avtobusda da gedirlər, onda avtobusda toxunmurlar. Onda qadınlar üçün ayrı avtobus, kişilər üçün ayrı avtobus təşkil alınsın. Я думаю, вы знаете, почему очень слишком тесно бывает, слишком много людей бывает. А так хотя бы, когда женщина более-менее lучше будет. Əlbəttə ki, var. O pis oturan kişilərə, ədəbsiz oturan kişilər üçün var. %100 var. Yer ancaq sonuncu vaqonlar. Bu da lap şeydir, region maşınların Bakıya buraxmasında. Boş şeydir. Avropadan danışırlar, həm gender bərabərliyi ilə danışırlar. Yox, ehtiyacı yoxdur. Mənə elə gəlir ki, bunlar hamısı belə bekara şeydir. Ona görə ki, heç yerdə yazılmayacaq ki, ancaq qadınlar üçündür, ya ancaq kişilər üçündür. Kim necə haçan çatdırdı özünü, hansı vaqonu orada da oturur. Ehtiyac var əlbəttə ki, niyə yoxdur? Gözəl var. Rahat oturub gedərlər də, bir sıxılır kişi, qadın alınmaz axı. Elə yaxşı fikirdir. Yaxşı fikirləşirlər. Normal bir fikirdir, amma digər məsələ ona ibarətdir ki, yəni bir vaqon dedikdə orada neçə xanım girir, yəni qadın girə bilər. Say burada əsas vacibdir, şərtlərdən biridir. Yaxşı, birinə tam 100 nəfər girdi, bəs digər xanımlar neyləsin, otursun, gözləsin ki, digər vaqon gələndə, poyuz gələndə otursun. İndiki dövrdə bizim fikir-düşün mentalitetimiz, yəni qadınlar, o demək istəyirəm ki, yəni basa-bas olur, sıx olur, kiməsə xoş olmur ki, kimisə xanıma orada, məsələn, daha sıx yerdə olsun. Yəni, bu normaldır. Yaxşı olardı. Şəxsən mən xoşlayıram. Yəni, xoşlamıram ki, yəni, hamısı bir yerdə, yəni, kişilər, qadınlar, bilirsiniz, kişilərin arasında cürbəcür adamlar var da, yəni ona görə spokojstvo üçün yaxşı olardı belə olsun. Yəni, o общественный vaqon olsun, həm də qadınlar üçün də olsun. Kim istəyir tək getməyim, yəni qadınlar da, yəni öz vaqonda getməyə, onlar ora getsinlər. Hər halda metroda yəni çox acınacaqlı vəziyyətlər var da. Yəni çox belə pis çıxmasında, yəni səviyyəsiz insanlar var ki, hansı ki elə o sıxlıqdan istifadə edirlər. Yəni həm də o şeylərin qarşısını alınar da. Müəyyən oğurluq şeyləri də var, nə bilim nələr var. O qadınlara özünü yaxşı aparmayanlar var. Yəni o baxımdan mən dəstəkləyərəm. Əgər elə bir şey olarsa mən dəstəkləyərəm. Yaxşı bir fikirdir. Hər halda o pis olmazdı. Bir ayrı vaqon ayırsalardılar metroda. Çünki bizim mentalitet bizə uyğun olardı hər halda. Artıq nə deyim sizə, yaxşı olardı. В принципе, было бы неплохо, конечно, даже 2 вагона организовать. Но, в принципе, вот сколько я еду, такого не было. Бывает, в смысле, неудобно. Я, в принципе, как бы музыкант, я с большим инструментом еду, да. Неудобно, баса-бас, все. Но сказать, чтобы кто-то приставал, что-то кто-то делал. Со мной, по крайней мере, таких вещей не было. Но вы знаете, когда едешь с одной работы на вторую работу, устаешь, хочется, естественно, посидеть. А много народу, естественно, тоже не сядешь. Поэтому, как бы, с этой целью я не против. Negativ hallar baş verir. Yəni bunu adliyyəni bir qatarda ayırmaqla, o seromla olmayacaq. O bir dənə qatar ayırmaqla əlavə onu qadınlar yığışmayacaq, oraya yerləşməyəcək seromla. Onsuz o biri qatarlara da minəcəklər. Yəni bunun mənasız olduğunu düşünürəm. Своих детей так, чтобы и мальчики, и девочки были вместе, соблюдали правила приличия, уважали друг друга, и тогда не понадобятся такие нам вагоны. Çox yaxşı, yəni elə olsa yaxşı olar, daha doğrusu yaxşı olar. Yəni eləncə üzdən iraqlar var ki, istifadə elə başlayan, yəni insanların sıxlığından istifadə. Yəni mənim fikrim çatdı da sənə nə demək istəmirsə. Yəni elə olsa daha zor olar, yaxşı olar. Mən razıyam. Adliyyən olsa daha yaxşı olar. Məncə yox. Ədəbsiz hərəkətlərə görə əgər onu nəzərə alsaq, yenə də hamısı eyni deyil. Elə insanları da seçə bilməliyik biz cəmaatın arasında. Məncə düzgün deyil xeyli. Elə hamısı bir vaqonda getsə yaxşıdır. Yox, ehtiyac yoxdur. Sadəcə olaraq yəni insanlardan da çox şey asılıdır o baxımda ki, yəni sıxlıq münasibətində. Belə olsa daha yaxşı olar. Əlavə qatar olsa, yəni daha yaxşı olar. İnsan sıxlığı yaranmaz da, yəni. Əsas odur ki, yəni sıxlıq olmasın. Yəni hər bir insan, hər bir vətəndaş öz necə deyim, sərbəstliyinə gedə bilsin. Niyə все равно?
Мне все равно, мужчины, женщины, один вагон, последний вагон, середина, лишь бы приехать и нормально на работе находиться. Всё. Лишь бы вагоны были более комфортными. И нормально, у нас же народ не меняется. Какой бы вагон ни был бы предоставлен, хоть первый, хоть последний.